Prezident İlham Əliyevin Almaniyalı həmkarı Steinmeierlə həm təkbətək, həm də geniş tərkibdə görüşü artıq başa çatıb. Görüşdə iki ölkə arasındakı əlaqələrin müxtəlif istiqamətləri müzakirə olunub. Gün ərzində baş tutacaq digər görüşlər isə məhz bu məkanda keçiriləcək. Bura isə federal kanslerin ofisidir. Biz də buradayıq və burada görüşün keçirilməsi üçün müəyyən hazırlıq işləri də artıq görülür. Və qeyd edeyim ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi və iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasındakı münasibətlərin əsası isə iqtisadi münasibətlərlə ölçülür, bağlıdır. Və qeyd edeyim ki, Azərbaycan Almaniyaya əsasən neft ixrac edir. Almaniyadan isə ölkəmizə avtomobil, maşın qayırma avadanlıqları, digər müxtəlif müasir avadanlıqlar idxal olunur. Və məlumat üçün nəzərinizə çatdırım ki, Almaniyanın İqtisadiyyat Nazirliyinin rəqəmləri var və bu da məhz iqtisadi göstəricilərin əhəmiyyətini bir daha bizə göstərir. Belə ki, Almaniya İqtisadiyyat Nazirliyinin məlumatına görə Azərbaycan Almaniyanın neftlə təmin edən ölkələr sırasında 9-cu yerdə qərarlaşıb. Almaniyada yeri gəlmişkən Cənubi Qafqazda Azərbaycanı vacib tərəfdaş hesab edir. Ticarət dövriyyəsinin həcminə burada nəzər salmaq lazımdır. Və məlumata görə, ticarət dövriyyəsinin həcminə görə məhz daha doğrusu ticarət dövriyyəsinin ümumi həcminin 3/2-si Azərbaycanın payına düşür. Ümumilikdə isə iki ölkə arasındakı münasibətlərin inkişafında keçirilən görüşlər mühüm əhəmiyyətə malikdir. Elə bugün baş tutan görüşlərdə də ölkələr arasındakı həm siyasi, iqtisadi, mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunur. Hazırda çatdırmaq istədiyim məlumatlar bunlar idi. Növbəti saatlarda ətraflı məlumatları təqdim etməyə çalışacağıq.